İyunun 5-də Ağcabədi şəhər Camal İbrahimov adına 8 nömrəli tam orta ümumi təhsil məktəbində Ağcabədi rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayon üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə İnsan Hüquqları Aylığı çərçivəsində Mənim Hüquqlarım, Mənim Gələcəyim adlı tədbir keçirilib. Tədbirdə şəhər məktəbinin direktoru Anar Qasımov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayon üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Eldəniz Qəmbərov, sektorun aparıcı məsləhətçisi Cavid Bünyatov, rayon İcra Hakimiyyəti başçısı aparatının məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu İlahə Qasımova, aparatın hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Aygün Qasımlı, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib. Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ümumilli lider Heydər Əliyevin insan hüquqlarının qorunması və demokratik cəmiyyətin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasətə həsr olunmuş Heydər Əliyev siyasətində insan hüquqları adlı videoçarx nümayiş etdirilib. Çıxışlar zamanı dahi rəhbər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, milli mənəvi dəyərlərin, Azərbaycan tarixinin və mədəni irsinin qorunmasının əhəmiyyətindən, sağlam həyat tərzinin formalaşmasında idmanın rolundan bəhs edilib. Eyni zamanda erkən nikahların yaratdığı sosial və hüquqi problemlər, uşaqların hüquq və azadlıqları, onların müdafiəsi istiqamətində mövcud mexanizmlər, hüquqların qanunvericilik çərçivəsində qorunması yolları və zərurət yarandığı hallarda aidiyyatı qurumlara müraciət etməyin vacibliyi barədə iştirakçılara məlumat verilib. Tədbir diskussiya şəklində davam edib. Şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Rəmziyə Həsənova, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.